söhbətimi yekunlaşdırmaq istəyirəm. Sonda bir sürprizim olacaq sizə. Bu da bizim qədim Bəhməni havasıdır. Mən muğamlarımız kimi saz-havalarımızın da altlarında müəyyən təhriflərin olduğuna inanıram. Çünki bu havanın quruluşu, Ali xanım, bu Bəhmən ola bilməzlik bunlardır. Nəsə bu sonradan sadələşdirilir. Məncə bu havalar İslamdan da çox-çox öncənin məhsuludur. Bir can qulağı deyə bir şey var da, quşi dil deyər farslar. Can qulağı, ürəkdə yerləşir o. Onunla bir dinliyin o qulağından. Xətai deyir, məndə görə bilməz hər başı gözlü, könül gözündə qiynalar gərəkdir. Ürək gözü ilə baxaq, könül qulağı ilə dinləyək. Bu, eşidəcəyimiz hava, bu çox dərindir. Bu son, gerçəkdən də İslamdan öncəki bir təfəkkür. Məqam əsasını təyin etmək olmur. Düzdür, burada aşıqlar gül xal deyil, mən öz nəsə belə bir texnik imkanlarından istifadə edib, nəsə bir şeylər elədim, amma bu, onun quruluşuna xələl gətirməyən əlavələr idi. Gördüyünüz kimi, yəni, sualların yaranmağı artıq elmin varlığına dəlalət edir. Çünki elmin birinci şərti sual işarəsidir. Sual yaranmırsa, orada elm yoxdur. İndi mən son sürprizimizə, kiçik bir sürprizim var sizlərə, sürprizimiz var. Ondan öncə istəyərdim ki, suallarınızı, fikirlərinizi dinləyim. Daha sonra onunla da söhbətimizi bitirək. Sizi dinləyirəm. Sual olan var mı? Fikir bildirin. Buyurun. Çox sağ olun. Mənə vaxtlarda dediyiniz üçlər maraqlı gəldi. Dediyiniz üçlər, mahur, orta, segah. Bunları nəyə əsasən demişdiniz? Nəyi başa düşürəm? Demişdiniz, üçlər əslində mahurdur. 7 əsasında. Üçlər mahur deyil. Bu mayda mahurdur. Onu mən demirəm, onu məndən öncə alimlər bizim. Şüşlər muham olaraq başqa da Azərbaycanda, amma məqam olaraq Hümayundan bir fərqi işlər. Məsələn, orta segah deyək? Yox. Məsələ başında ki, Azərbaycanda segahın növlərindən biridir orta segah. Gerçək klasik segah bizim xarici segah dediyimizdir. Mən bunu ifadə edelim. Yəqin yaxşı dinləməmişsin. Buyurun.
Məqamlar haqqında bir fikri olan varsa, bəlkə bir mübahisə vermək çıxdı ortaya, bəlkə bir sual var, razılaşmadığınız məqamlar varsa, sizi dinləyirəm. Əlbəttə, buyurun. Əlbəttə, siz bütün söylədiyiniz bütün məqamlar, belə deyəcək, tamamilə elmi xarakter daşıyır və onu da qeyd edin ki, tamamilə bu müasir elminin inkişaf təmayüllərini oturur. Bu bir mənalı şey belədir və mən çox üzr istəyirəm və müasir elmi təmayüllər deyəndə mən nəyə nəzər tuturam? Qeyri-tərtibini. Siz də bu barədə yazmışsınız, mən də dissertasiyamda bu barədə yazmışam və əlbəttə ki, arxaik aşıq havalarını hansısa bir qəribə otuzdurmaq tamamilə düzgündür. Ona görə biz son dövrdə yəni öz fikirlərimizi bildiririk və yazırıq ki, müəyyən məqamlarda hansısa məqam, misal üçün Seygah məqamını hansısa onun bir segmentini müqayisə etmək olar. Hətta belə yazırıq, müqayisə yaxud da şuurla müqayisə etmək olar. Məhz burada müqayisədən söhbət gedə bilər. Çünki burada həqiqətən də bizim arxaik aşıq havalarının məqam, intonasiya inkişafı qətiyyən heç bir, yəni ki, o məqamı, bir məqamı sığmır, belə deyək. Ona görə ki, burada qeyri-xətti təfəkkür tərzi hökm sürür. Razısınız? Tamamilə razı. Mən də bu barədə yazmışam. Və hörmətli Fəxrəddin müəllim, mən söhbət burada nədən gedir? Həmişə təcrübə, belə deyək, nəzəriyyadan qabaqda gəlir, düzünmü? Və o məqam nəzəriyyəsi biz düşünək neçənci əsrdə meydana gəlmişdi, onu da yadımıza salaq. Və təbii ki, ondan əvvəl əsrlər bəri çox zəngin təcrübə mövcud idi. Və bizi heç kim məhkum etmir ki, biz arxaik havaları məhz o qəribə otuzduraq, bilirsinizmi? Əgər biz bunu eləyirsə, bu bir yanlış adlıdır, bu bir mənalı bir şəkildə belədir. Bilirsinizmi, adları ola bilər ki, olub, ola bilər ki, heç olmur, müəyyən moduslar olub da, məqam deməyək, müəyyən moduslar olub. Ola bilər ki, vaxtı ilə indi heç onu da sübut etmək mümkünsüzdür, bunu aydın şəkildə anlamaq lazımdır. Mümkünsüzdür qətiyyən. O ki, qaldı aşıq havalarının adına, xüsusilə də Mansırı kimi, Mansuru siz deyirsiniz, aşıqlar özləri Mansırı deyir, yaxud da Bəhməni havaları təbii ki, çox qədimdir, təbii ki, çox arxaikdir və hansısa Bəhməni aydın məsələdir, nə vaxtsa aşıq Bəhməni olub və ifa edib və onun gözəl, bir mənalı ilədir, gözəl ifaçısı olub və ona görə onun adı ilə bağlayırlar, bu bir mənalı şəkildə belədir. O ki, qaldı, siz Kitab-ı Dədə Qorqud haqqında danışdınız və oxunan nəsrdir, belə də deyirlər, oxunan nəsr. Yəni ki, bu nəsr kimi nəsr də deyil, həm də nəzm kimi nəzm deyil. Yox, onu dərk etmək lazımdır və hətta əgər, misal üçün, Qopuzun müəyyən fragmentləri, Kitab-ı Dədə Qorqudun Qopuzun müşayiəti ilə səslənməsə də yenə də bu musiqidir. Və ona görə bilavasitə bilən, həmişə bunu deyirəm, sonra filologlar tərəfindən tənqiddə edirlər. Yəni ki, Kitab-ı Dədə Qorqudun mətnini filoloji nöqteyi nəzərdən yanaşan qətiyyən düzgün deyil. Qətiyyən düzgün deyil, çünki hətta o deməli nəsr hissəsi özü də, çünki orada müəyyən musiqi unsurları var. Orada o dərəcədə o musiqini yaradan, elə alterasiyalardan misal üçün, əgər danışda o alterasiyalar kifayət edir ki, orada müəyyən musiqi ünsürü yaransın. Və orada onun, siz, bax, məndə sual onda yarandı, səhvlərlə siz deyirsiniz ki, 3 misra ilə, amma Kitab-ı Dədə Qorqudda orada beytlərdir də, 2 misra, 2 misra, belə olur. Yox, mən konkret Kitab-ı Dədə Qorqudun haqqında demədim. Yox, arxaik şeirdə bilirsiniz, 3 misralı şeirlər olub. Bəli, bəli. Bəzi sahsalarımızda baxıram ki, o 3 misra ilə motivi tamamlamaq olur. Bəli, qədim türkçəyində 3 misralı olur, amma Kitab-ı Dədə Qorqudu konkret olaraq orada beytlərdir, daha çox, orada tirada deyirlər də, tirada deyirlər, bənd, belə deyə bilərik Azərbaycan dilində və orada daha çox deməli 2 misralarla gedir. Orada mənim fikrimcə, əsas, təkcə mənim fikrim deyil, sadəcə çox mənzə onu musiqişünaslıq nöqteyi nəzərdən yanaşılan bu məsələ, orada əsas forma yaradıcı, belə deyək də, ünsür təktlər, orada bir misranın
daha çox orada istifadə olunan belə bir modeli var. Bir misranın 3 təktə bölünməsi və hər bir təktə o hecaların sayı müxtəlif ola bilər. Amma o təktlərin bilirsiniz, onların zaman etibarilə onlar eynidir. Yəni ki, bir təktin içində misal üçün 5 heca da ola bilər, 10 heca da ola bilər və 10 heca olanda bu daha hızlı, daha tez-tez. Necə ki, misal üçün manası necə ibarədir? O elə tipli bir... Və onların zaman etibarilə bərabərləşdirən musiqi. Bərabərləşdirən musiqi təbii ki, musiqidir, bərabərləşdirən musiqidir. Ona görə sırf filoloji nöqteyi nəzərdən yanaşmaq zaten yanaşıqda canlıqan bir şey əldə edə bilməyik. Əldə edə bilməklər. Bəli, sırf musiqi nöqteyi, musiqişünaslıq, yəni ki, bu belə ifa olur. Bircə çalım işlənməli olmuş bu işlər. Musiqişünaslarla, ozanlarla. Rəhmətli Tofiq Hacıyevlə biz yaxınıdıq. Mən Akademiyanın folkloristini işləyəndə. Bir dəfə mən Yunus Emre'dən bir şeylər çaldım, oxudum orada. O dedi ki, mən sənə dinlədim, sən qeyri-bərabər hecaları bərabər şəkildə salırsan. Gəl də oturaq Dədə Qorqud işləyək. Qeyri-bərabər hecaları musiqi vasitəsilə misraları, qeyri-bərabər misraları bərabər hala musiqi ilə salırsan. Dədə Qorqudu belə oxumaq olar. Və biz işə başladıq. Onun faciəvi ölümü imkan vermədi buna. Girişdən hətta mən gözlərimi kapatırdım və o səsləri eşitməyə çalışırdım. O misralar melodiya yaradırdı. Və musiqi o misraları qəlbə salırdı. Bir ölçü verildi. Bəlkə də onun vəfatı bir şey yarımsız qoyulur. Bəlkə də mən o dastanı başdan əvvəl oxuyacaq, bilmirəm. Məqamdır bəlkə. Və təbii ki, onun məqam intonasiyanın əsası siz dediyiniz kimi qeyri-fərqlidir. Heç bir orada konkret sözdən yox. Bir misal üçün, şərti olaraq da mən belə bir şey bir məqam var, siz şah dərdərindən də çox təəssüflüyüm, 20 sənədindən biraz gec gəldim. Deməli, siz şah dərdərini mən belə başa düşürəm ki, əfşarı kimi təqdim edirsiniz, deyilmi? Yəni, şah pərdə dedikləri o pərdə üzərində çalınan qaraçıdır, qaytarmadır, bəhmənidir, şah sevənidir, şəqayidir. Bunları mən məqam olaraq ən yaxın əfşarı bilirəm. O əfşar ki, bugün bizdə yox. İranda çalınır. Amma İranda da farsların oxuduğu əfşarın muamı yox. Əfşar üzərində xalq arasında, əfşar tayfaları, qarabağlar arasında havacatlar var. Saz üzərində də oxunur, balabanla da oxunur, bizim çoban bayatı kimi. Bayatı çəkərək də oxunur. Bu, mən düşünürəm ki, o əfşara daha yaxındır, bu havalar. Amma əfşar demirəm mən onlara. Hətta mən o əfşaratı çəkmədən, hörmətli sənətkarımız yerdən dedi ki, əfşara yaxındır. Çünki hiss edir o. Əfşaratı çəkməmişdim. Bu şəqai havasını dedi, daha çox əfşara yaxındır. Hətta mən əfşardan bir epizod çaldım. Mikrofon işlətmədim ki, İran əfşara təsiri bağışlamasın. Və o havaya daha yaxın oturur. Amma mən yenə onları da mən əfşarlarına daxil edə bilmirəm. Sadəcə bir iddiam var ki, çünki bilirsiniz, Güney Azərbaycanda daşıq sənəti ən çox əfşar tayfaları arasında yayılır. Əfşar və şah sevən tayfaları. Əfşarlar bilirsiniz ki, səfərlərdən sonra hakimiyyətə gəlir və səfərlərin davamı olan bir tayfadır. O baxımdan mən düşünürəm ki, bu elə farsların özünə də bu əfşar avazı, əfşarı deyirlər olar. Dəstgah deyil, avazı, kiçik ünvanıdır. O buradan keçib, əfşar tayfadır. Adı zaten əfşardır. Məsələn, mən Şəcəliyanın əfşarına qolasmışam, Şəhər Naziriyyə falan qolasmışam. Yəni, o ənənəvi fars muhamçılığı olmasa, sanki bizim bir qədim aşağı havalarından bilinirdir. Əfşarda elə bir qəribəlik var. Onların əfşarında. Çox yaxındır bizə. Çox yaxındır. Yəni, mən iddia edirəm ki, hətta bizim Qarabağ şikəstəsi başlı olmaqla, bütün şikəstəyi fars adlı şöbələrimiz də əslində əfşardır. Çünki bu secah deyil. Şikəstəyi farslar qəti şəkildə secah. Secah öz istinad pərdəsi var, secahla bitən pərdəsi var. Kiçik tersiyanın birinci pərdəsi. Amma burada kiçik tersiyanın ikinci pərdəsində. Orada başlayır, orada da bitir. Bütün şikəstəyi farslarımız. Biz şikəstəyi farsı secahı necə çevirmişik? Zabını çevirdiyimiz kimi çevirmişik. Dəstgah halında, modülativ halda çevirmişik biz bunu. Dəstgah nədir? Müxtəlif məqamların birləşməsidir. Fərqli məqamların bilir. Burada secahla əfşar birləşir. Necə ki, zabulda bilmir. Əslinə baxanda zabul
Sən İranda çağıracaqın təklif. Düzdürmü? Necə olur Yaqub Məmmədov Mənsuriyə oxuyanda ağ secah deyə bir şey gətirdi ortaya? Səbəb nə idi o secahla orada çağıracağın birləşməsinin səbəbi? Həmin o zabunla qohumluqdan gəlir, o qan yaddaşından gəlir. Orada o mi dekar vurmurdu, mi bemol da vurmurdu. Tam secah deyildi. Bu o pərdə Şirvan Balabanında qalıb. Çox maraqlı bir şeydir. Tarımızda bizdə hesab pərdəsidir o. O pərdənin 5 dənə pərdədir. 5 səsli biz onu qaytarsaq, Aktaba daxilində 17 pillədisiniz. Bütün şərqdə bu dəqiqə, mən Türk şünaslarına müqavilə görürəm. Hələlik ortaq fikir 17 pərdəli sistemdir. Sadəcə xalqdan xalqa fərq edir. O 4-də 1 ton, 8-də 1 ton, heç sent ölçüləri məsələsi var. Amma kəsinliklə yarım tondan kiçik tonlardır. Azərbaycanın öz qeyri-müntəzəm temperasiyası yaransa, necə ki Türkiyədə yaranıb, İranda yaranıb, Ərəblərdə yaranıb, bu yaransa, biz öz mikrotonlarımızı milliləşdirə bilsək, bütün suallara cavab tapacaq. Bugün açıq qalan bir sürü sual var. Mən burada onlarla fakt sadalayıram, özüm tarzən olaraq sadalayıram ki, bizim muğamımızda nə qədər məntiqsiz səs sıralamaları mövcuddur. Bayaq dediyim çağıracaq. Şur. Heç bir tarsalan si bemol və lə bekarla şur çalmır müayidə. Tarsalan onu çalmırsa, deməli xanəndə də bunu mikroton oxuyur. Niyə? Bir aktava zilə gedində biz onu bekar bərabər temperasiyaya salırıq. Deyir onda o pərdə olsa İran sədası. İran sədası verməyəcək. İşləyib bunu Azərbaycan mikroton aldığını tapmaq lazım. Necə ki, Türkiyədə tapıblar. Xalq musiqisində onlarda, hələ məqam musiqisini demirəm. Türk xalq musiqisi belə mikrotonal sistemi olmadan türkülər çalına bilməz. Mümkün deyil. Bu necə bunu milliləşir? Bizdə də o cür milliləşəcək. Bunu bizim əlimizdən alan sabitlər olur. Bunu hamı bilir. Bunu bizim əlimizdən alan sabitlər olur. O dövrdə bunu bizdən alıp da əlimizdən açıq şəkildə 30-cu illərdə notda xalq salma alətləri orkestr qəranında məcbur şəkildə nota salmaq üçün bərabər temperasiyalı sistemə keçmişik. Yenə deyirəm, texnik imkanım çatmadı. Telefonunda Məşəd Məmməd Fərzəliyevin secah təsnifi var. Secahın birinci pərdəsi mikrofon. Bütün şəkli olduğu kimi. Şək secah. Yəni, o şey ki var, onu danmaq olmaz. Amma itib getmiş şeyləri qaytarmaq mümkündür. Əldə olanla elmi şəkildə qovuşturmaq, praktiki şəkildə ortaya qoyub, bir də mütləq şəkildə bizim muğam ifaçılarımızın ifadəmə görə bağışlayın, savadlanması lazım. Bunlar şərqi bilmirlər, bunlar fəlsəfə bilmirlər. Buyurun. Həmin mikrotonları bərpası bir çox zabus çağırgahlar bəzi məsələlərin həlini bir başa götürgən sahaya götürgən. Bəli, də məsələn biz hesab çalırıq o cüzdə. Hesabdan durub müxalifə keçəndə necə keçilir? 1 ton qlisan veririk. Bu çox açıq şəkildə çox belə kobud bir keçiddir. Halbuki biz orada lə ilə bemol arasında o pərdəni bağlasaq, yerinə qoysaq, müxalifin də məsələsi həll olacaq, qulağı da olmayacaq. Çağıracağın bəndəki pərdəsi zilə gedəcək. Aktava şəklində də o mikroton öz həllini tapacaq. Hə, bu çox səsliliyə mane olur, bəstəkarlığı çətinləşdirəcək. Lara xanımın yaxşı fikri var. Bəlkə 2 dənə tanımsın. Sizcə bizim üçün milli musiqimizin özəyini bərpa etmək, düzgün qala salmaq daha önəmlidir, yoxsa digər məsələdir? Məncə bu öncəlikli olan budur. Mən buna çalışıram. Musiqi Akademiyasının 1-ci kursundan oxuyandan mən buna çalışmışam. İxtisas müəllimindən bu yaxında dünyasını dəyişmiş, müəllim Ramiz Qünyədən eşitdiyim ilk söz bu oldu ki, ay oğul, sən dediklərin həqiqətlisə belə çıxır ki, biz 50 ildir bu tarı yanlış salırıq. Bu dilemma qarşısında qalırdım. Çox ağır zərbələrə düşür. 35 ilin nəticəsi həmən o Kamilxan dissertasiyadır. Niyə elə sürətlə yazılır? O şeydən soruşublar, Picasso'nun sözüdür. Bir yerdə balaca bir şey çizib verib kağızın üstünə, verəndə deyib, böyük məbləğ olur, məsələn 100.000 dollar. Deyib, ustad, bir dəqiqə 100.000 dollar, deyib, yox, 63 il, üstə gəl bir dəqiqə. İndi bu işlərin tez sürətli yazılmasının səbəbi illərlə bunun içəridə hasil olmasıdır, onun işi ortaya çıxmaqıdır. Mən sizin hamınıza minnətdaram, çox sağ olun. İndi mən qonaqlarımızı bura dəvət etmək istəyirəm. Biz səhnədə bir Qazaxstanlı
magistr tələbələrlə səhnədə bir performans eləmək istəyirik. Birbaşa burada Zarina və Nurbolad bura dəvət edirəm. Onlar mənim burada sinifimə gəliblər. Sinifdə eksperiment elədik. Dombura və qıl qopuzlar. Qopuz gəldi, prima qopuz. Bir daha alkışlayalım bakalım. Ne olacaksa burada olacak. Ben de bilmirəm ne olacak. Onlar bəstəkar əsəri gətirdilər, amma mən bilmirəm ne olacak. Teşekkür ederiz. Çok sağ olun. Teşekkür ederim.